Bəzən deyirlər İslam geridə qalıb. İslam geridə qalmır. Millətçilik ideologiyası geridə qalıb. Trump kimi epiklin cinayətkarları geridə qalmış insanlardır ki, neçə min il bundan qabaq cahiliyyət ideologiyasını modern şəkildə cəmiyyətə göstərirlər. İndi gəlsin cəmaət müqayisə eləsin, geridə qalmış onlardır yoxsa İslamdır? O İslamdan qabaq cahiliyyət dövründə məsələ necə idi? Qızları öldürərdilər, Bəli. bastırardılar. Hətta bəzilərinin öz istəklərinə görə istifadə edirdi. Eyni ilə epiklin sənədlərində də göstərir. Və yaxud da ki, qovumçilik, qovum sevmək, bu da millətçilik sevməklə uyğun gəlir. Modern cahiliyyət. Bəli. Bir cahiliyyət var, bir də modern cahiliyyət. Yaxşı. Bunu gətirib elə bir bəziyiblər. Bəli. Elə bir mədəni formada yapıb çatdırıblar cəmiyyətə. Millətçilik bu cahiliyyətdir. Sənin meyarın, təqvanın, insani keyfiyyətlərinin daha yuxarı olması ilə seçilməlidir üstünlüyü də, üstünlük meyarı. Sənin meyarın Azərbaycanlı olmağın, nə bilim fars olmağın, yəni rus olmağına görə seçilməməlidir ki. Ona görə elə millətçilik ideologiyası əsl cahiliyyətin geridə qalmışın özüdür.